Sport TV-də futbolda gündəm verilişinin vaxtıdır. Ölkə futbolu ilə bağlı mühüm hadisələri müzakirə etdiyimiz buraxılışlarımızdan daha birini təqdim edirik. Sportal A saytının təsisçisi və verilişimizin daimi eksperti Emin Abbasovla bugün yenidən bir yerdəyik və ölkə futbolu ilə bağlı vacib mövzuları müzakirə edəcəyik. Emin, xoş gördük. Axşamın xeyir Azər. Qarabağdan başlayaq. Təbii ki, əsas ölkə futbolunda bir nömrəli gündəmdir bu komanda və çox kritik, çox belə həll edici oyun var qarşıda Eintrachtla. Əslində bir tərəfdən baxsaq vaxt da azdır. Komandanın qış təlim məşq toplanışı necə görünür? Sənin üçün artıq bir oyun da keçirdi. Həmin oyundan da yola çıxaraq belə ümumi bir vəziyyəti dəyərləndirək. Ümumən götürsək Qarabağ çox uğurlu bir mövsüm keçirir deyə bilərik. Çünki Çempionlar Liqasının liqa mərhələsində çıxış eləyirlər, böyük pullar qazanıblar və ölkədə yenə Qarabağ ab-havası əsməkdədir. Külə əsməkdədir. Amma digər tərəfdən hal-hazırda çox mürəkkəb durumla da üzləşiblər. Çünki Qurban Qurbanov kimi adam dilə gəlibsə və futbolçular barədə bunların gözünü pul tutubsa, deyirsə, deməli vəziyyət çox ciddidir. Çünki Qurban Qurbanovu yaxşı tanıyırıq, bilirik ki, hər zaman futbolçularını qoruyur, hər zaman çalışır komandanın içində olan söhbətləri çölə çıxartmasın. Amma bugün artıq məsələ o yerə çatıb ki, məcburdur artıq bunları danışır. Və məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, komandanın əksər oyunçularına xarici klublardan təkliflər var. İstər xaricilərə, istər yerlilərə və adətən belə təkliflər olanda da baxmayaraq ki, qarşıda Qarabağ çox əhəmiyyətli bir maç gözləyir. Futbolçuların o beyinləri dumanlanıb, fikirlər, xəyallar başqa yerlərdədir. Sanki cismani olaraq Qarabağın düşərgəsindədirlər, amma ruhən çox uzaqlarda, başqa diyarlarda, başqa klubların artıq heyətlərində oyunlara çıxırlar. Bu ciddi bir problemdir və mənə elə gəlir ki, bugün çözüləsi ilk növbədə məsələ bundan ibarətdir. O ki qaldı qış hazırlığına, ötən gün Qarabağ Özbəkistan Neftçisi ilə üz-üzə gəlib bir yoxlama matçı keçirib və 5 topluq cavabsız 5 qolla qələbə qazanıblar. Düzdür, bu oyunla bağlı nəsə danışmaq çox çətindir. Çünki səviyyə fərqi o qədər böyük idi ki, burada Qarabağ rahatlıqla oynayıb, iri hesablı qələbə qazanıb. Bəlkə var gücü ilə oynasaydılar 5 yox, daha çox qol vura bilərdilər. Ona görə biz oyunun özünə yox, ümumən Qarabağda yaşananlara bir fikir rəy bildirməliyik. Belə görünür ki, bu qış transfer pəncərəsində yeni futbolçu gəlməyəcək. Çünki Qurban Qurbanov bəli bir tərəfdən deyib ki, axtarışlar davam eləyir, amma digər tərəfdən hələ də bir xoş mesaj ala bilməmişik. Çünki belə görünür istədikləri futbolçunu qış transfer dövründə gətirmək bir çətinlikdir. Bunu çözə bilmirlər. Gedənlər olacaqmı? Əsas sual budur. Mənə elə gəlir ki, bu son maçlardan çox şey asılı olacaq. Əgər Eintracht və Liverpool'la play-off'a çıxmaq şansı uğrunda oyunlarda müsbət nəticələr alınarsa, yəqin heç kim buraxmazlar. Yox, görsələr ki, artıq şanslar tükəndi, komanda 24-dəyə düşə bilmir. Deyilənlərə, yazılanlara inansaq, Leandro Andradeni buraxa bilərlər, yaxşı pul qarşılığında satmağı düşünürlər və Kazi qayıdandan sonra, sıraya dönəndən sonra artıq o sağ cinah Vingeri mövqeyini Kaziyə tapşırmaq istəyirlər və belə bir məlumatlar da var. İndi çox da qalmayıb. Bugün artıq baxırıq oyunun keçirilməsinə 10 gündən də az vaxt qalır. Yəqin fevralın 10-na qədər də bu transfer pəncərəsi açıq olacaq. Yəqin hansısa bir transfer əməliyyatına ən az satışı olaraq bunu eləyə bilərlər. Bugün bir neçə danışılası məsələ var. Düzdür, bir mövzunu istəyirəm mən burada da danışım. Biz dünən Sportal saytında bu məsələyə toxunmuşuq ki, Kadi Borges bilirik noyabr ayında zədələnərək Çempionlar Liqasının iştirak ərizəsindən çıxarılıb, onun yerinə Joni Montiel'i salıb Qurban Qurbanov, amma qaydalara uyğun olaraq Kadi qaytarıla bilər iştirak ərizəsinə və Eintrachtla, Liverpool'la oyunlarında çıxış eləyə bilər. Çünki qaydalara görə zədələnmiş futbolçu 60 gün sonra onun yerinə ərizəyə salınan futbolçunun əvəzinə daxil edilə bilər və Kadinin 60 günü tamam olur yanvarın 19-unda və oyuna 24 saat qalmışa qədər bu əməliyyatı eləmək olar. 19-u vaxt tamam olur, o 60 gün, oyun 21-idir, yəni 20-si onun həmin o iştirak ərizəsinə daxil eləmək mümkündür.
Bunu biz qaydalar üzərindən danışırıq. Amma faktiki olaraq mənə elə gəlir ki, Qurban Qurbanov buna getməyəcək. Çünki Kadi Borges zədədən qayıtmağına qayıdıb, amma optimal forma yığması üçün hələ vaxt lazım olacaq. Digər tərəfdən Joni Montiel yaxşı formadadır və dünən biz baxdıq ki, Neftçi ilə oyuna Qarabağ Joni Montieli fərqli mövqedə Qurban Qurbanov meydana buraxıb və dünənki düzülüşə uyğun deyə bilərik ki, Bikalyo, Yankoviç öz mövqelərində, Joni Montiel hücumun arxasında, sağda Leandro Andrade, solda Zubir və hücumda Duran. Bu düzülüşdə Zubir də özünü rahat hiss eləyir. Çünki dəfələrlə bu mövzu qabardılıb ki, Zubiri Qurban Qurbanov məcburiyyətdən hücumun arxasında oynadır. Zubir soldakı effektliyi meydanın mərkəzində, hücumun arxasında verə bilmir. Və belə də biz Zubiri də itirmiş oluruq meydanda. Amma Joni Montiel əgər hücumun arxasındakı o mövqeyini Kadinin zədələnməsindən sonra doldura bilsə, bu deməkdir ki, Zubir də öz mövqeyində daha yaxşı oynamaq imkanları əldə eləyəcək. Montielə gəlincə düzdür. Bir tərəfdən deyirəm ki, bu Özbəkistan Neftçisi ilə onun göstərici deyil. Hərçənd ki, Montiel çox gözəl qola da imza atdı. Amma ümumən götürəndə biz onun klassına bələdik. Bir neçə oyun keçirməsinə baxmayaraq əminliklə söyləmək olar ki, bu çox keyfiyyətli bir futbolçudur, çox səviyyəli oyunçudur və Qarabağda beləsinə ehtiyac var. Hətta Ajaxla bir neçə dəqiqə meydanda olmasına baxmayaraq Adaya çox gözəl ötürmə vermişdi Çempionlar Liqasının son maçında. Ona görə əgər Qurban Qurbanov bu qış toplanışında Joni Montieldən istədiyini ala bilsə, istədiyini onda görə bilsə, elə böyük ehtimal Eintrachtla oyunda biz bu 11-liyi görəcəyik meydanda. Yəni qapıda Kohalski, müdafiə mərkəzində Bəhlul Medina, solda Elvin, sağda Mateus Silva, Bikalyo, Yankoviç meydanın mərkəzində, onların qabağında Montiel, solda Zubir, sağda Andrade, hücumda Duran. Bu 11 ilə oynaya bilərik və indi Qurban Qurbanov oyundan sonra da deyib ki, futbolçular yaxşı istirahət ediblər, əhval-ruhiyyələri yerindədir və biz hər nə qədər desək də ki, Azərbaycan klubları 3 gündən bir oynamağa alışmalıdır, amma faktiki görürük ki, o sürətlərə ayaq verməkdə çətinlik çəkirlər və Qarabağ üçün bəlkə bu fasilə hava su kimi lazım idi, göydən düşmə oldu, tükənmişdik nəzərə çarpırdı Qarabağın oyununda, bir yorğunluq açıq-aşkar görünürdü. Ən azından vaxt çox olmasa da bu 20-25 gündə yəqin ki, əhval-ruhiyyələr də yerinə gəlib, yorğunluqlar da biraz çıxıb və təzə o əhval-ruhiyyə, təzə o duyğularla yenidən o yolu davam elətdirmək olar. Eintrachtla maçda Bakıda qələbə qazanılsa, böyük ehtimalla play-off realdır, inandırıcıdır. Bunun üçün dediyim kimi 10 gündən də az vaxt qalıb, gözləməliyik və ümid eləməliyik ki, ora qədər Qarabağ tam optimal formaya düşəcək. Başqa bir klubumuz Neftçi Premyer Liqada qış fasiləsində yəqin ki, əsas diqqətlərdən biri bu komandadadır və digər klublarla müqayisədə burada bir çox saysız hesabsız suallar var. Ümumiyyətlə məşqçi yenidir və bütün demək olar proses, bundan sonrakı mərhələdə yaşanacaq bütün hadisələrin taleyi bu təlim-məşq toplanışında bir növ belə desək həll olunacaq. Yəni ayrı-ayrı mövqelər üzrə seçimlər olsun, heyətdəki islahatlar olsun, məşqçinin kluba yanaşması olsun və s. Bu toplanış yəni çox həlledicidir Neftçi tərəfindən. İlkin təəssüratın necədir? Artıq bir oyunda keçirib, 2 oyunda keçiriblər. Birincisi, hər hansı məşqçi barədə danışarkən, təbii ki, bir futbol adamı olaraq biz onun CV-sini incələyirik. Əvvəlki klublarda necə işləyib, hansı futbola üstünlük verib, hansı futbolçularla əməkdaşlıqda maraqlı olub və s. Vernidub, məsələn, onun Zarya karyerası var. Zaryanı götürəndə bu az qala əsas liqada yerini itirməmək uğrunda mübarizə aparan komanda olub. Amma illər keçdikcə o Zaryanı götürüb ora yaxşı futbolçular gətirə bilib. Hətta kiçik pullara yaxşı futbolçular tapıb gətirmək bacarığına malik məşqçi kimi də tanıtdırılır bizə Vernidub və davamlı olaraq bir neçə il Zaryanı Avrokuboklarda, qruplara da daşıya bilib. Sonra Krivbasda işləyib, orada da eyni işi ortaya qoyub, yaxşı futbolçular tapıb, yaxşı futbol aşılayıb. Şerifdə Çempionlar Liqasının qruplarında parlaq qələbələr olub Real Madridlə, Interlə oyunlarda. Və bir də indi Neftçiyə gəlib. Mən indi təbii ki, hansısa məşqçi, hansısa bir proses haqqında danışarkən bizim də öz kəşfiyyatımız var da, belə deyək, araşdırırıq, eləyirik, nədir, necədir, nə cürdür. Vernidub haqqında müsbət fikirlər var. Yəni deyək ki, bir məşqçi kimi öz ideyaları var, öz yanaşması var və özünün o görmək istədiyi bir futbol sistemini oluşturmaq istəyi var. İndi
Vernidu Neftçiyə gəlib, amma bu gün müəyyən problemlər var. Bax, bu problemlər nədən qaynaqlanır, bunu araşdırmaq lazımdır. Vernidu dinamik, hərəkətli, sürətli keçidlər üzərində qurulan, yüksəkdə presinq eləyən bir komanda görmək istəyir. Bəli, indi bir tərəfdən elə fikirlər səsləndirənlər var ki, bu Neftçinin heyəti məsələn Araz Naxçıvandan, Turan Tovuzdan zəif deyil ki, yəni bunlar istənilən halda Avrokuboklar üçün oynaya bilər bu heyətlə. Amma biraz məsələyə fərqli baxışda var. Söhbət ondan getmir ki, bu heyət kimdənsə zəif deyə güclüdür. Söhbət ondan gedir ki, bu gün bura yığılan bəzi futbolçular var ki, onlar intensivliyə ayaq verəcək qədər yaxşı deyillər. Bu gün məsələn Freddy Vargasdır, İmad Farajdır, Jordan Rezabaladır, lap Abubakarın özü olsun. Bunlar hərəkətliliklə yox, daha çox keyfiyyətlə nəticə qazanmağa öyrəşmiş futbolçulardır ki, o ustalıq səviyyəsi ilə biri topu götürsün, bir 2-3 hərəkətlə nəsə yaratsınlar. Amma belə görünür ki, Vernidubun tələbləri tam başqadır. Bu ustalıq səviyyəsi ilə yanaşı həm də futbolçuların o iş əmsalına fikir verir, tələblər qoyur, dinamika tələb eləyir, sürətli keçidlər istəyir, hərəkətliyə çox önəm verir. Ümumi baxır ki, meydanda komandanın o iş əmsalı, o meydanda işin həcmi olaraq, komanda olaraq neçə kilometr futbolçular o qaçıblar, iş görüblər, bu önəm verir bu göstəricilərə və Neftçinin bu heyətinin biraz belə tələblərə cavab verib verməməsi suallar doğurur. Çünki dediyim kimi burada aparıcı futbolçuların 5-i, 6-sı hardasa daha çox ustalıq səviyyəsi üzərindən oynamağı xoşlayırlar. Nəinki qaçıb, nəinki əziyyət çəkib, nəinki o yüklənməklə nəticə versinlər. Ona görə bax mənim beynimdə suallar yaradan bunlardır. Məşqçi yaxşı məşqçidir. Məşqçinin komandanın hansı futbol göstərməsinə dair öz baxışları var. Amma bu futbolçularla o futbolu sərgiləmək mümkündürmü? Burada suallar var. O sualların cavabı təbii ki, Premyer Liq oyunları başlayandan sonra hamımız üçün aydınlaşacaq. Tam dəqiq biləcəyik ki, nə üçün, necə və nə təhər, belə deyək. İndi mən baxıram, məsələn, ötən oyunda Murad Məmmədov qol vurmuşdu, Ağdadaş Saryanski fərqlənmişdi. Bu gün yeri gəlmişik heç oynayıblar Misir klubu ilə. Orada da Murad Məmmədov fərqlənib. Belə görünür ki, indi bunun sistemində o daha çox cavan, istəkli, gənc, daha çox qaçan bu cür futbolçulara üstünlük veriləcək. Bəlkə də Murad Məmmədov yenidən elə Vernidubun heyətində parlayacaq. Bəlkə ola bilər Elvin Camalov yenidən Vernidubun sistemində öz o müsbət keyfiyyətlərini təzədən qaytaracaq. Əsas heyət üzrə çevriləcək. Hər şey mümkündür. Yəni belə görünür ki, məşqçi adlara yox, sırf futbolçuların bacarıqlarına güvənən mütəxəssisdir. Sadəcə indi bayaq dediyim o biraz da adamın beynində olan o suallar nədən ibarətdir, onu da istəyirəm açıqlayım izləyicilər bilsinlər. Məsələn, bax Xabi Alonsonun Real Madriddən istefaya göndərilməsi gündəm oldu son günlər. Bununla bağlı bir neçə yazı oxudum ki, indi hamımız deyə bilərik ki, Xabi Alonso savadlı mütəxəssisdir. Bayer Leverkusen'də böyük işlər görmüşdü. Amma orada başqa futbolçular idi, başqa futbol mentaliteti idi. Biraz açıq-aşkar ulduzlar yox idi. Real Madrid isə bunun tam əksi idi. Xabi Alonso ora gələrək öz prinsiplərini, öz oyun fəlsəfəsini yeritməyə çalışmışdı. Məsələn, onun tələblərindən biri o idi ki, yüksəkdə presinq eləməliyik. Daim intensivliyi olmalıdır, amma bilirik ki, nə Mbappe o presinq eləməyə həvəsli deyildi, nə Vinicius, nə digərləri, nə Bellingham. Yəni bunlar daha çox usta futbolçulardır, dünyanın bəlkə üst səviyyə oyunçulardır. Bunlar xoşlayırlar ki, o öz ustalıq səviyyələri hesabına bir oyun stilində nəticə versinlər. Ki, Ancelotti hardasa bunlara o şəraiti yaradırdı, sərbəstlik verirdi və o sərbəstliyin də nəticəsində görünür ki, o nəticələr gəlirdi. Xabi Alonso bunun tam əksidir. Xabi Alonso istəyirdi ki, bir məşqçi komandası yaratsın, sistem oturtdursun, tam fərqli, daha bəlkə də fərqli, daha üst bir futbol sərgilənsin. Amma heç cür futbolçuları o öz qəlibinə sala bilmədi. Və hadisələrin bir yerində paltar dəyişmə otağı ilə münasibətlər korlandı. Artıq futbolçularla o ünsiyyət qırıldı. Nəticəsində gəlib istefaya çatdı. Məsələn, Barcelona'ya Flick gələndə də o bilir ki, fiziki hazırlığa çox önəm verən məşqçidir. Çox önəm verən məşqçidir. Buna çox diqqət yetirdi. Amma onun bəxti onu da gətirmişdi ki, Barcelona heyətində akademiyaya gələn xeyli sayda gənc futbolçu var idi. Gənc futbolçu yükləməyə də açıqdır, yeni ideyalara da açıqdır, alışıb yanır oynamaq üçün, özünü sübut eləmək üçün bir imkan gözləyir. Bunlarla o yolu keçmək daha rahat idi və Flick müəyyən mənada istədiklərini oraya yürüdə bildi.
Xabialdan suda alınmadı. Çünki mənə görə heyət daha parlaq, daha çox böyük futbolçulardan təşkil olunmuşdu. İndi bu gün Vermidov istədiyi futbolu aşlaya biləcək, o futbolçuları qəlbə oturtdura biləcəkmi? Yoxsa B planına keçib Azərbaycanlı gənclər, işgüzarlıq əmsalı daha böyük olanlara üstünlük verəcək. Məsələn, çəkinmədən, qorxmadan Fredi Vargas kimi, Abubakar kimi, İmad Faraş kimi oyunçulara ehtiyatda oturtdura biləcəkmi? Rəhbərliyi arxasında durub o güvəni ona verəcəm. Bunlar suallardır. Bu sualların cavabı yalnız liqa başlayanda bilinəcək. Və Neftçi ilə müqayisədə artıq hər şey bəlli olan, daha konkret olan klub Sabah bu mövsüm əla keçir və bu stabilliyi, bu tempi qorusa mövsümün sonuna qədər, bəlkə də son tura qədər çempionluq yarışında olacaq, belə deyək. Və qış transfer dövründə də kifayət qədər ciddi cəhdlərlə yadda qaldılar. Həm göndərdiyi futbolçular olsun, yəni islahat baxımından, həm də yaxşı kontraktlar biz gördük. Ümumi Sabahı necə dəyərləndirirsən? Sabahda hər şey qaydasında gedirmiş kimi görünür. Çünki dediyin kimi, məsələn, oynamayan Letiçdi, Kupusoviçdi bunlarla ortaq dil tapıb təzminatlarını yəqin ki ödəyib yola saldılar. Əvəzində komandanın əsas heyət oyunçularından olan Maludadır, Rahman Aliyevdir, onlarla müqavilə imzaladılar. Bilirik ki, indi Simiçlə Puxaçın məsələsi gündəmdədir və yəqin ki, mövsüm bitəndə onların da transfer hüququna yiyələnib komanda saxlayacaqlar. Çünki bu göstərir ki, Sabah tək qışdan sonrakı dönəmi yox, hətta gələn mövsümü düşünür. Yəni illərin komandasını qurmağa çalışırlar. Və indi hərdən açıqda Qarabağ olan çempionatda hansısa komandanın çempionluq üçün oynadığını demək hətta qulağa biraz inandırıcı gəlmir. Amma mən həmişə bu məsələyə fərqli baxmışam. Mən düşünmüşəm ki, bir komanda bəlkə qarşısına çempionluq hədəfi yox, son turlara qədər çempionluq mübarizəsində olmağı qoymalıdır və sonda nə olar, nə olmaz futboldur. O qədər sürprizlər yaranıb, o qədər gözlənilməz nəticələr qeydə alınıb və nəzərə almaq lazımdır ki, Sabah da Qarabağ üçün tərs rəqibdir. Statistikaya baxanda son illər Sabahın üstünlüyü var Qarabağ qarşısında. Ona görə ən azından mən belə başa düşürəm ki, bu xüsusən son bir ayda Dambrauskas istədiyi futbolu görə bilirdi futbolçuların ifasında və komanda o baxımlı futbolu oynayırdı. Qışdan sonra da bunu mövsümün sonuna qədər yaymaq lazımdır, dartmaq lazımdır. Belə görünür ki, hər şey qaydasında gedir. Asta-asta, yəni bu komanda ilə, bu heyətlə, bu futbolçularla bir yerlərə qədər çempionluq mübarizəsinin içində olmaq olar. Bəlkə də sonda çempion olurlar. Futbol dediyim kimi möcüzələr də həmişə baş verə bilər. Ən az Neftçi nümunəsi var da son illərdə. Amma olmasa belə bu gün Sabaha lazım olan o bir istədikləri məşqçini tapmaqdır ki, məsələn Dambrauskas yaxşı görünür və bir neçə ilin heyətini qurmaqdır. Gənc futbolçular və orta yaşlı futbolçulardan ibarət bir komanda ilə onlara üstün yaradırlar və heç olmasa 2 il, 3 il belə davam edirlər. Bugünkü heyətdə o işarətlər var. Bugünkü heyət düşünürəm ki, o tapşırığı yerinə yetirəcək səviyyədədir. İndi digər tərəfdən də bir neçə futbolçu var. Məsələn, Ayaz Quliyevdir, bilmirəm, deyəsən bu mövsüm onun müqaviləsi qurtarsa saxlamayacaqlar. Anatoli Nuriyevdir, bilmirəm, saxlayarlar, saxlamazlar. Çünki Aleksey Sayev artıq qayıdıb. Bir neçə o daha yüksək maaş alan, amma komandaya az xeyir verən futbolçulardan qurtulub yeni transferlər eləsələr, gələn mövsümdə idealı komandalardan biridir və sevindiricidir ki, artıq Qarabağa bir diş göstərən, Qarabağla başa-baş mübarizə aparan komanda formalaşıb. Gələn elə Neftçi də bu siyahıya əlavə olunsa daha yaxşı, daha maraqlı. 2 yox, məsələn 3, bəlkə 3 yox, 4 belə komanda olanda bu çempionatın əzəmətini daha da artırır. Amma bugün üçün Sabah mən düşünürəm ki, tutduğu, gördüyü, inandığı bir yolla gedir və hələ ki effekt verir. Belə də davam etmək lazımdır. Və başqa bir komanda futbolu ən çox müzakirə olunan, mövsümün əvvəlində çempionluq iddiaları ilə yola çıxan Turantovuz son turlarda xal itkiləri ilə yadda qaldı, amma mübarizələrin içində də ən azı Avrokubok mübarizəsində qalır. Bu komandada qış hələlik nisbətən sakit keçir deyə bilərik. Hücumçu Alex Sozanı göndərdilər. Hələlik yeni transferlər yoxdur və bir də şans qazanmayan bəzi futbolçular icarəyə göndərildi və yaxud da adlar hallanır. Turantovuzu necə dəyərləndirərdin? Turantovuz mənim üçün hələ də həlli tapılmayan bir düstura bənzəyir. Niyə? Çünki bax, bir tərəfdən baxırıq, heyətdə kifayət qədər yaradıcı futbol oynamaq qabiliyyətinə malik futbolçular var. Texnikalı, top ayağında yaxşı saxlayan, kreativ bir futbol sərgiləmək iqtidarında olan və s.
O biri tərəfdən baxıram ki, bu komanda o futbolu oynamır. Elə haçan baxırsan Toronto uzun ötürmələrlə, mübarizə ilə, daha çox yenə deyirəm, əzabla, zülmlə, döyüşkən bir futbol nəticə əldə edirlər. Və indi bizim həmkarlarımız da bilir, indi Antalyadadır, klubların hazırını yaxından izləyirlər. Həmkarımız Elçin Cəlilovun bir yazısını oxudum. Torontovuzun məşqində iştirak eləyib və baxıb yazısında da qeyd edib ki, Qurban Berdiyev məşqdə futbolçuların qısa pas oynamasını, topla müdafiədən çıxmasını, ümumiyyətlə hər şey topla eləməklərin tərəfdarıdır. Belə tələblər qoyur. Yaradıcı futbol istəyir komandadan. Və Yunus Hüseynovun da elə futbolpress.az saytında müsahibəsində bu vurğulanıb ki, bizim tələbimiz futbolçu odur ki, bunlar yaradıcı futbol oynasınlar. İndi bir tərəfdən baxanda məşqçi futbolçuların qarşısına yaradıcı futbol oynamaq tələbi qoyur. Heyətdə yaradıcı futbol oynamaq üçün kifayət qədər oyunçu var, amma nəticədə komanda baxımsız futbol sərgiləyir. Gəl indi bundan bir baş çıxar. Həqiqətən Torontovuzdan baş açmaq mümkün deyil. Yaxşı, məşqçi belə tələblər qoyursa, öz başına mı bunlar başlayırlar uzun ötürmələrinə irəli oynamağı, kör-körənə topu irəli vurmağı, futbol oynamaq əvəzinə döyüşməyi. Yəni bunu futbolçular öz başına eləyirlər. Bu da biraz inandırıcı deyil. Düzdür, indi Yunus Hüseynov müsahibəsində orasını vurğulayıb ki, bəzən elə oyunlar var ki, orada nəticə daha önəmlidir, nəinki oyunun keyfiyyəti. Amma açığı mən Premyer Liqanın bu qışa qədər olan dönəmində xatırlamıram ki, Torontovuzun hansısa oyunu 90 dəqiqə yaradıcı bir stildə keçirməsi yadıma gəlmir. Nə yalan deyim. Ona görə Torontovuz üçün də çox çətin olacaq. Çünki bu gün baxın, Sabahla Qarabağ artıq aralanır digər komandalardan. Torontovuzla yanaşı Araz Naxçıvan da getdi. Məsələn, Ukraynalı məşqçi gətirdi. Onlar da Avrokuboklar mübarizəsinin içində olacaq. Zirəni tanıyırıq, Rəşad Sadıqovu bilirik. Sona qədər qopmayacaqlar Avrokubok mübarizəsindən. Neftçi Vernyudubu gətirib. Hər ehtimal var ki, indi bəlkə birinci, ikinci yerdən çox uzaq düşüblər, amma ən azından bəlkə 4-cü pilləyə qədər gəlib qalxa bilərlər. Ehtimallar onu saxlamaq olur. Və indi bu qədər komanda var ikən burada nəticə qazanmanın da bir çətinliyi var. Çünki hələ kubok yolu var. Kubok kim qazanır onu bilmirik. Ona görə demək istəyirəm ki, Torontovuz düzdür, mövsümün əvvəldə çempionluqdan danışırdılar, indi bir ideyadır da indi ortaya atmışdılar. Amma nəticədə ola bilər ki, yenə Avrokuboklardan kənarda qalsınlar. Bəli, mən bir tərəfdən o tərəfdarıyam ki, Ehtiram Quliyev futbola pul buraxan iş adamıdır, öz bölgəsinin komandasını götürüb sponsorluq eləyib, belə adamları futboldan küstürmək olmaz. Ona görə biraz dayaq olmaq lazımdır, bəlkə həvəsləndirmək lazımdır, bəlkə hər zaman daha çox onun işini qabartmaq lazımdır ki, o da ən azı həvəslənsin, o entuziazm itməsin. Amma digər tərəfdən ardıcıl ikinci il belə şərtlərlə Premyer Liqaya düşməsələr, o da bir problem sayılacaq. Təşəkkür edirəm. Emin, futbolda gündəm Sportal TV-də yayımlanır və biz mütəmadi olaraq ölkə futbolu ilə bağlı vacib mövzuları müzakirə edirik. Sportal saytının təsisçisi Emin Abbasovla birgə bu cür layihələrimiz, bu cür formatlarımız mütəmadi olaraq davam eləyəcək. Kanallarımızı izləyin, abunə olun. Qarşıda daha fərqli, daha maraqlı formatlar və multimedia layihələri belə deyim sizə gözləyir. Hələlik.